Salam, hörmətli abituriyentlər, ərəblər və Ərəbistan haqqında danışacağıq. İslamdan əvvəl ərəblər Asiya qitəsinin cənub-qərbində Ərəbistan yarımadasında yaşayırdılar. Yarımadanın şimal hissəsi quraqlıq idi, səhralardan ibarət idi. Qərb və cənub-qərb hissəsində isə əkinçiliklə məşğul olmaq mümkün idi. Ona görə əhali burada sıx məskunlaşmışdı. Yarımadanın şimalı və mərkəzində bədəvilər yaşayırdılar. Nəzərə alsaq ki, şimal əraziləri səhralıqdan ibarətdir. Deməli, burada əkmək olmur. Nə etmək olar? Burada heyvandarlıqla məşğul olmaq olar. Bu bədəvilər də heyvandarlıqla, yəni köçəri maldarlıqla məşğul olan ərəblər idi. Ərəbistanın əsas ticarət mərkəzləri Məkkə və Mədinə, Yəsrib şəhərləri idi. Məkkə əhalisinin çoxu Qureyşilər qəbiləsindən idi. Peyğəmbər özü də Qureyşilərdən idi. Ərəblərin ticarət mərkəzi olmaqla yanaşı, həm də dini mərkəzi sayılırdı Məkkə şəhəri. Əhalinin əksəriyyəti bütpərəst olsa da, xristiyan, yəhudi, zərdüştlər də var idi. Yəni, İslamdan qabaq belə olub vəziyyət. Bütpərəst, xristiyan, yəhudi, zərdüşt. Bütlər əsasən Məkkənin mərkəzində yerləşən Kəbədə toplanmışdı. İslamdan əvvəlki dövrü ərəblər cahillik, nadanlıq, avamlıq dövrü adlandırırlar. 6-cı əsrdə Bizans və Sasanilər Ərəbistandan keçən ticarət yollarını Yəməni ələ keçirmək uğrunda mübarizə aparırlar. Ərəblərin isə o gücü yox idi ki, bunlarla mübarizəyə qoşulsun. İlk ərəb dövlətinin yaranması haqqında danışacağıq. Əvvəla 570-ci ildə Məhəmməd Peyğəmbərin sallallahu aleyhi və aleyhi və səlləmin dünyaya gəldiyini deyək. 610-cu ildə isə İslam dini meydana gəlir. Yəni, Peyğəmbərimiz 40 yaşından artıq İslamı təbliğ etməyə başlayır. 622-ci ildə Məhəmməd Peyğəmbər təzyiqlərə məruz qaldığı üçün yaşadığı Məkkə şəhərindən Mədinəyə köç etməli olur. 624-cü ildə isə Mədinəlilərlə Məkkəlilər arasında Bədr savaşı baş verir. Yəni, müsəlmanlarla bütpərəstlər arasında. Mədinəlilər bu döyüşdə qalib gəlir. Yəni, Peyğəmbər və onun tərəfdarları. 630-cu ildə isə müsəlmanlar müqavimətsiz Məkkə şəhərini tuturlar və ilk ərəb dövləti yaranır. 632-ci ildə isə Peyğəmbərimiz vəfat edir. Ərəb dövlətinin tarixi neçə mərhələdən ibarətdir? 4 mərhələyə bölürük. 630-da dövlət yaranıb, 32-yə qədər Peyğəmbərimiz dövlətə rəhbərlik eləyib. Peyğəmbərin vəfatından sonra 4 xəlifə, rəşidi, yəni doğru düzgün xəlifələr dövrüdür. 630-dan 661-ci ilə qədər. Peyğəmbərdən sonra Əbu Bəkir, ondan sonra Ömər, ondan sonra Osman, ondan sonra isə Əli gəlir hakimiyyətə. Əməvi sülaləsi dövrü 661-750-ci illərə əhatə edir. Əməvilərin, bax görürsünüz, burada deyirik sülalə. Əməvilərin hakimiyyətə gəlməsi ilə sülalə dövrü başlayır. 750-ci ildən isə Əməvilər sülaləsini Abbasilər sülaləsi əvəz eləyir. Yəni, bu sülalələrə qədər ərəb dövlətini seçilmiş şəxslər idarə edirdi. Peyğəmbər və rəşidi xəlifələr dövrü 630-dan 661-ci ilə qədərdir. Bu dövrü ümumiləşdirsək, bu dövrdə nə olur? Məkkə və Mədinə şəhərləri paytaxt idi. Bütün Ərəbistan yarımadası fəth olunur. Bizansın əlindən Suriya, Fələstin, Misir torpaqları alınır. Ərəblər Şimali Afrikanın fəthinə başlayırlar. Sasani torpaqların fəthinə başlanılır. 651-ci ildə Ömərin xəlifəliyi dövründə Sasanilər dövləti süquta uğradılır. Ərəblərin uğur qazanmasının başlıca səbəbi ordunun yüngül silahlanmış atlı dəstələrdən təşkil olunması, Bizans və Sasanilərin isə bir-birləri ilə apardıqları uzun müharibələr nəticəsində zəifləmələri idi. Ərəblərin yerli xalqlara ədalətli davranması da xalqların onlara çox da ciddi müqavimət göstərməməsinə səbəb olmuşdu və ərəblərin işi asanlaşmışdı. Cənubi Qafqaza hücumlar edilir ilk rəşidi xəlifələri dövründə. Xəzər xaqanlığı ilə ilk toqquşmalar baş verir. Ümumiyyətlə, diqqət eləyək, Xəzər xaqanlığı ilə həm rəşidi xəlifələri dövründə, həm Əməvlər dövründə, həm Abbasilər dövründə mübarizə aparılıb. Yəni, üçündə də var. Əməvlər dövrü 661-dən 750-yə qədərdir. Paytaxt dəyişdirilir, Dəməşqə köçürülür. 705-ci ildə Qafqaz Albaniyasına, bizim dövlətimizə son qoyulur və Arran Ərəb Əmirliyinin tərkibinə daxil edilir. 8-ci əsrin əvvəllərində Şimali Afrikanın fəthi başa çatdırılır.
Şimali Afrikanın fəthinə ilk ərəb xəlifələri dövründə başlamışdılar. Başa çatdırılan dövr isə Əməvilər dövrüdür. 711-ci ildə ərəblər Tariqin başçılığı ilə Afrika və Avropanı ayıran boğazı, indiki Cəbəli Tariqi keçərək İspaniyaya daxil olurlar. Avropada da artıq ərəblər. Veskotlar məğlub edilir. İspaniya fəth olunur. Pirene yarımadasının xeyli hissəsi tutulur. 732-ci ildə ərəblərin qarşısını Poitiers döyüşündə franklar alır. Ərəbləri məğlub edərək onların Qərbi Avropaya yürüşlərinin qarşısını alırlar. Xəzər xaqanlığına qarşı mübarizə davam etdirilir, lakin Xəzərlər ərəblərin Şərqi Avropaya yürüşlərinin qarşısını alırlar. Yəni, ərəblərin Qərbi Avropaya yürüşünün qarşısını franklar, Şərqi Avropaya yürüşlərinin qarşısını isə Xəzərlər alır. Şərq istiqamətində də yürüşlər davam etdirilir. Qafqaz, Mərkəzi Asiya tamamilə işğal edilir. Hind, Çind vadisinə çatırlar ərəblər. Təsəvvür eləyin, bir tərəfdə Hind, Çin vadisində, digər tərəfdə isə İspaniyadasan. Görün, nə qədər geniş bir ərazidir. Hindistan yarımadasının şimal-qərbində xeyli ərazilər ələ keçirilir. 7-8-ci yüzilliklərdə isə ərəb xilafəti yaranır. Yəni, ərəb imperiyası. İlk xəlifələr dövründən fərqli olaraq, Əməvilər ərəb millətçiliyi və İslamı qəbul edən qeyri-ərəbləri müsəlman kimi qəbul etməmələri səbəbilə əhali arasında nüfuzdan düşürlər. Yəni, ərəb millətçiliyi nə idi? Ərəblərə üstünlük verilir vəzifələrdə, imtiyazlarda və s. və ilaxır. Biz də müsəlmanıq, qardaş, biz də İslamı qəbul eləmişik, yox, dəxli yox, sən ərəb deyilsən. Artıq başlayırlar bu havalara girməyə. Və bu da üsyanlara, nifrətin artması və üsyanların başlamasına rəvac verir. 750-ci ildə Əbu Müslümin üsyanı olur, Əməvilər devrilir, onlardan da pis Abbasilər əvəz edir. Abbasilər dövrü 750-1258-ci illəri əhatə edir. Pirene yarımadasında Əməvilər sülaləsinin əmiri ayrılır və Kordovanı müstəqil elan edir ki, biz Abbasilər tanımırıq və xilafətin parçalanması başlayır bu dövrdən. 751-ci il Talas döyüşü baş verir. Çinlilərlə ərəblər arasında. Çinlilər məğlub edilir, amma ərəblər də burada çox qala bilmir və geri çəkilirlər. Sonra bu ərazilərə Moyonçurun rəhbərliyi ilə Uyğurlar sahib çıxır. 762-ci ildə Bağdad şəhərinin əsası qoyulur və paytaxt bura köçürülür. Bu dövrdən artıq biz ərəb dövlətinə həm də Bağdad xilafəti deyirik. 778-808-ci illərdə Xürrəmlərin ilk üsyanını görürük. 9-cu əsrdə Misir, İran, Mərkəzi Asiya, Azərbaycan, Əfqanistan Bağdad xilafətindən ayrılır. Əməvi dövründə tutulur. Gedişat bax bunu göstərir. Əməvilər dövründə fətlərdir, fətlər. Abbasilər dövründə artıq ayrılmaları görürük biz. 9-cu əsrdə türklər xilafətin idarəçiliyində mühüm vəzifələr tuturdular. Ona görə ərəblər türklərdən üsyanların yatırılmasında və Bizansa qarşı iştirakda istifadə edirdilər. Getdikcə xəlifələr türk hərbi başçılarının asılı düşürlər. Məsələn, Afkin ləqəbli Əbu Sac da belə sərkərdələrdən idi. Yəni, türklərin nüfuzu artıq xilafətdə artır, hörməti və gücü. 1055-ci ildə Səlcuq Sultanı 1-ci Toğrul Bağdada tutur, Abbasiləri asılı hala salır. 1258-ci ildə isə Hülakü xan, yəni Monqollar Bağdada tuturlar, ərəb xilafətini süquta uğradırlar. Bununla da xilafət dağılır, gedir. Belə, dəyərli abituriyentlər, ümid edirik ki, bu mövzu sizə aydın oldu. Gələn mövzularda görüşmək ümidi ilə hələlik.